Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu ve selamu ala şerefil enbiya vel mursalin. Amma ba'd. Möhtərəm qardaşlar, Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu. İndi kimin sualı var idi? Mövzuları götürdü. Kimin sualları varsa buyursun. Bəli, eşidirəm. Bu qardaş herhalde danışdınız, ama sizin asılınızı istəyir. Təkfir əhli bildiyi adamlar salam vermək olar, biləcəkmi? Olar ya da olmaz. Salam verilməlidir. Çünki o insanlardan, ümumiyyətlə o təkfirçilər ki var, onlar bir neçə qismdir. Onlardan elələri var ki, bizi müsəlman görür. Elələri var ki, hətta təkfir edir bizi də. Hə. Yəni, baxılır, görüm, əgər bilinirsə onun vəsfi ki, hansı dəstədəndir, bu zikr etdiklərimizdən, salam verilsin. Əgər salam verdin, salamı aldısa, cavab verdisə, onda salam verməyə davam et növbəti dəfələrdə. Əgər yox görsün ki, yəni salam verdin, almadı salamı, cavab vermədi, onda gələn dəfədə sən də salam vermə. Aydındır, bir qaydadır. Nəyə görə? Çünki yəni, kim bir şeyi haqq edirsə, haqq edənə haqqını vermək lazımdır. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir nəfər asqırır, məsciddə oturublar, bir nəfər asqırır və əlhəmdülillah demir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də buna heç nə demir. Bir miqdar kesir bir müddət, bir nəfər asqırır və əlhəmdülillah deyir və Peyğəmbər sallallahu aleyhi ve sellem də buna deyir ki, yarhamukallah. Və bir nəfər də bunu təəccüb eləyir, deyir ki, sahabələrdən, deyir, ey Allahın Rəsulü, bəs filənkəs asqırdı, sən ona yarhamukallah demədin. Bəs filənkəs asqıranda nədən yarhamukallah dedin? Peyğəmbər sallallahu aleyhi ve sellem də deyir ki, haqq edənə haqqını verir. O birinci asqıran asqırdı, lakin əlhəmdülillah demədi. Ona görə mən də ona heç nə demədim. Lakin ikinci asqırdı və əlhəmdülillah dedi və mən də onun üçün dua elədim. Dedim, yarhamukallah, yəni Allah sənə rəhimli olsun və ya rəhmət etsin, rəhm etsin. Bu. Ona görə bu bir qaydadır ki, haqq edənə haqqını verin. Tamam. Bəli. Esselamu aleyküm deməsən, yoxsa selamu aleyküm? Ümumiyyətlə, əsl olan budur ki, Esselamu aleyküm və rahmetullahi və berekatuhu ziyadəsi ilə və ya Esselamu aleyküm müxtəsər olaraq. Bu cür. Əsl olan budur. Amma kim indi ixtisar edirsə, məsələn, əs demir, məsələn, salamu aleyküm, belə də demək olar əslən. Sadəcə, daha yaxçıdır ki, tanıdığın adama, ümumiyyətlə, Esselamu aleyküm deyəsin. Çünki tam deyəndə savabı da tam olur. Çünki Esselamu aleyküm demək 10 dana savab qazandırır. Necə rəhmətullahi demək 10 dana və bərəkatuh demək də 10 dana savab qazandırır. Necə hədisdə gəlir. Tamam. Bir də axı, belə bir hədis var, məsələn, Peyğəmbər sallallahu deyir ki, bir nəfər girməzsə, deyir selamu aleyküm. Tamamsın, deyir 10. Hə, nə dedim də. Sonra bir dənə də qayda var. Deyir ki, sələflər xoşlamazdılar ki, selamu aleyküm və rahmetullah və bərəkatı deməzlər. Çünki deyir, Allah Subhanahu Quran-ı Kərimdə deyir ki, sizə salam verdikdə ya özü kimi qaytarın, ya da gözəlləşdirin. Ziyada. Bəli. Məsələn, məsələn, desin ki, selamu aleyküm, o da deyir ki, məsələn, aleyküm əssalam. Bu ayə riayət elədir və özü kimi. Məsələn, artıq desə, aleyküm əssalam və rahmetullah, artırdı. Birdən deyir, o desə ki, selamu aleyküm və rahmetullah, sən desən ki, selamu aleyküm və rahmetullah, özü kimi. O da sonra deyə biləsin ki, selamu aleyküm və rahmetullah və bərəkət artırdı.
Deyim desə ki, Əssəlamu aleykum və rəhmətullah və bərəkət. Sən də deyirsən ki, Əssəlamu aleykum və rəhmətullah və bərəkət. Özü kimi artırdın, özü kimi dedin. Amma deyir artırmağa yer qalmadı. Ona görə o ayənin o birisi hökmünə görə Yəni hər üçünü demək caizdir. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm o salamları verəndə o sən dediyin, işarə elədiyin, mənim də işarə elədiyim hədisə ki, birinə dedi 10 savab, birinə 20, birinə 30. Peyğəmbər sallallahu əleyhi və səlləm üçünü də məqbul saydı. Bu da onun təqdiri sünnətidir. Yəni nəhy eləmədi, demədi ki, yəni əssalamu aleykum deməyin, rəhmətullah və bərəkatuhu, yəni əlavə edərək deyil, ziyadə olaraq deyil. Yəni üçünü də demək nədir? Caizdir. Üçünü də demək caizdir və üçü də səhihdir və nə boyda ziyadəli deyilirsə, o boyda onun savabı da nə olur? Artıq olur. Budur. Tamam. Üçüncü olandan sonra sən onu yüzə qaytarıyorsun. Bəzi ləfslərdə gəlir və məğfirətihi, amma lakin o zəifdir. Mən onu demək istəyirəm ki, onlar qardaşları içində istəyirdəki məsələsin, qardaşları da məsələ savab qazansın deyə. Onlar Əssəlamu aleykum və rəhmətullah deyib saxlayardılar ki, o bərəkət desin, o da savab qazansın. Bu nöqteyi nəzərdə xoşlayardılar. Yəni üçü də məşrudur. Üçünü də vermək olar. Sualla əlaqədar o həmən təkbirçi, yəni qardaşı qani, daha doğrusu qani eləməyin yox, aydın olmayan şeydir ki, yaxşı təkbirçi elm tələbələrinə dil uzadarsa, yəni çatımında ittiham edərsə və mənə salam verərsə, mən də ona görə nifrət edirəm. Salam verərsə salamı almalıdır. Hətta onlara dil uzatsa. Uzatsa belə, bəli, alınmalıdır. Çünki müəmmələ üç cürdür də. Yox, bu bir qaydadır, baxın. Çünki buna görə nədən alınmalıdır? Çünki salam verməklə salam almağın hökmləri ayrıdır. Bu məsələyə toxunduq. Dedi ki, salam vermək nədir? Sünnədir. Salam almaq fərzdir. Bu səbəbdən, yəni, salam almağın hökmü daha şiddətlidir. Müsəlman üçün. Hə, almam. Çünki bir şey vacibdir. Bir şeyin hökmü vacibdir. Vacibin də tərifi nədir? Tərk edilməsi mümkün olmur. Hə, əməl edilməsində savab var, tərk edilməsində günah var. Budur hökm. Ona görə də hətta kafir olan və ya bidətçi olan və ya kim olan, orada tərbiyələndirmə məsələsi var, onda nə? Təbii orada dəvət də var, orada əxlaq da var və s. Lakin alınması vacibdir. Hökmə biz qayıtmalıyıq və hökmə əməl etməliyik. Hökm nədir? Vacibdirsə biz ona əməl eləməliyik. Əgər bir adam hətta Yahudi və ya Nəsrani olsa belə Əssalamu aleykum deyərsə, Salam aleykum deyil, Əssalamu aleykum, onun salamı nə edilməlidir? Alınmalıdır, qaytarılmalıdır, verilməlidir. Cavabı verilməlidir. Tamam. Salam verir məsələn, mən eşitmişəm ki, ibrətsin ya, onların dəvətsin belə deyirsən ki, alırsan salam, ancaq onlar eşitməsin. Tərbiyələndirmək üçün deyir, mən belə bir şey də var. Yox da, onlar eşitmədinsə da necə olursa, yox, problem yoxdur bu məsələdə. Yox, bax, bu məsələdə baxın, salam nə deməkdir? Salam verilməsi və ya alınması. Əssalamu Allahın adlarındandır. Yəni, sənə salam olsun, mənası, yəni salamat olsun, üzərinə sülh olsun, əmin-amanlıq olsun və s. Bu, İslamın nişanələrindəndir. Yəni, bir rəmzlərindən, bir müsəlmanın müsəlman olmasını isbat edən zahiri əməllər var ki, onlardan biri salam verməsidir və ya salam almasıdır, misal üçün. Əgər bir adam, məsələn, girirsə bir yerə, gəlirsə bir qapıdan içəri girirsə, içəridəkilər, məsələn, qarışıq dindən olanlardır, misal üçün. Dedi ki, məsələn, Əssalamu aleykum, cəmaata xitab elədi. Oradakılar artıq bildilər ki, bu kimdir, bu hansı qövmə və ya hansı dinə nədir? Mənsubdur. Bildilər ki, bu müsəlmandır. Çünki İslamın nişanələrindən salam. Ona görə də verilməsi sünnətdir, alınması fərzdir. Hökmü budur, alınmalıdır salam. Yəni, salam alınmalıdır, əgər verilibsə. Və eşidilməlidir. Deyilməlidir, belə qayda yoxdur. Necə alırsan, amma eşitməsinlər. Ya, sən əgər onlar eşitmədirsə, sən verdin savabı, elə bir olan savabından almadın.
Bu niye deyir? Necə olur yəni? Kab İbn Malik əhvalatında Yox, o başqa. O həmin olaya görə idi. Həmin hadisəyə görə idi və bu Allah və Rəsulunun əmrinə görə idi. Peyğəmbər sallallahu əleyhi və səlləm ona vəhy yolundan hökmə görə deyir ki, gedin Allahdan gələn əmri gözləyin. O vaqiəyə aid. Ümumi hökmə aid edib etmək olmaz bunu. Aydındır? O vaqiəyə aid. Vaqiə o hadisəyə aid. O başqa bir şey. Tamam. Bir də şey falan tutum. Hə, bəli. Deyim, elə adam var ki, yəni, salam versin, deyir, mənə elə salam vermə yenə. Mən kişi kimi salam ver yenə, nə bilim. Ona demək. Yəni, o mən o salamı kəsə bilərəm. Kişi kimi necə? Salam verir ki, mən nətərsən, sabahın xeyir, axşamın xeyir. Yəni, Estağfurullah. hə, yəni mən Belə- o insana bir salam vermirəm. Yəni, bəyənmir də, yəni. Allah islah etsin. Bəzən salamı təhrif edirlər. Bəli, mələk zat deyirlər. Halbuki salam aleykum olmalıdır. Yəni bu bir çoxu cahillikdən, bir çoxu yəni İslam'a olan istehzalarından belə Həmin edirlər. belə demək üçün mən Bilə-bilə təhrif edirlər. Bu Allah hidayət versin onlara. bilməyə, Allah islah etsin. Yəni nə demək olar? Yəni mən belə adamlara acıyıram. Yəni acıyıram ki, yəni nəyə görə? Çünki onlar Allahın onlara göndərdiyi bu nuru, bu nemətə qarşı sayğısızlıq nümayiş etdirirlər. Nankorluq edirlər, əlbəttə. Naşükürlük edirlər. Belə insanlara acıyıram yəni. Allah onlara hidayət versin, islah etsin. Tamam. Zaman yaxşı zənn eləməlidir. Onlar cahildir. Cahildirlər ha. Habislər nədədir? Haqqında elmlər yoxdur. Salamı çoxu görüşmək, yəni xoş gördük kimi başa. Hə. O nöqteyi nəzərdən Təbii ki, onlar bilmir ki, bax, bir qardaş da işarə elədi, mən də dedim ki, salam verilməsinə görə savab qazanılır. Biri daxil oldu məscidə və dedi ki, Əssalamu aleykum. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, 10 savab. Sonra biraz keçdi, biri daxil oldu, dedi, Əssalamu aleykum və rəhmətullah. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, 20. Sonra biri daxil oldu, dedi, Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, 30 savab. Kim ziyadə ilə deyirsə, bu nə ifadə edir? Onu ifadə edir ki, onun savabı da artıqdır. Çünki əməl nə qədər ziyadəli, çox olarsa, savabı da o qədər çox olar. Bu qədər bəsitdir yəni, aydındır. Əlhəmdülillah. Allah subhanahu ta'ala bizim dinimizi, bizim şəriətimizi elə gözəl, mükəmməl biçimdə nazil edib və bir nizam verib ona ki, hər edənə, hər əməl edənə layiq olduğu savab. Əgər bir Əssalamu aleykum deyirsə 10 dana savab, Əssalamu aleykum və rəhmətullah və bərəkət deyirsə 30 dana savab. Hər kəs sən hansından desə, onu da haqq edir və onu da götürür. İnşallah. Bu qədər. Tamam. O salamı indi mən kəsirəm də, yəni salam vermirəm. Yəni çünki o insan yəni hətta Quran da oxuyur. Yəni